rayon üzvlərinə vurulub, Adil Şərifova vurulub, ondan sonra Mehriban xanıma vurulub, prezidentə vurulub, Bakı şəhər İcra Hakimiyyətinə vurulub, Binəqədi İcra Hakimiyyətinə vurulub, hər yerə vurulub telefon. Hansı cavab aldınız? Heç bir cavab almamış. Elə bil kimdənsə gedib pul istəyirik biz. Bizim iş yerimizi yandırıblar, yanıb iş yerimiz. Dəymiş ziyan prezident tərəfindən sərəncam var. Ödənilsin, biz də bilək ki, yenidən işimizi quraq işləyək. Bu insanlar Bakının Binəqədi rayonundakı Azadlıq prospektində 59 mənzilli, 19 mərtəbəli binanın yanması nəticəsində zərər görənlərdir. Onlar deyir ki, 2015-ci ilin 19 mayına kimi adi günlərini yaşayıblar. Həmin gün isə kimisi ailə üzvünü, kimisi əşyalarını, kimisi sağlamlığını, kimisi də işini itirib. Bina sakinlərinin verdiyi məlumata görə yanğın birinci mərtəbədən başlasa da bütün binanı bürüyür. Bizim evimiz yanmayıb, amma atam deyir ki, bizim binamız yanıb. Atamla ona danışanda eşitdim ki, insanlar tüstüdən boğulublar. Nəticədə 54 mənzildə yaşayanlardan 14 nəfər dünyasını dəyişir. Binanın alovlanmasına səbəb vurulan keyfiyyətsiz və yanan materiallı penoplast üzlüklər olur. Hal-hazırda Bakı şəhərində oxşar üzlük materialları ilə üzlənmiş binalar kifayət qədər çoxdur. Bəzi məlumatlara görə 200-dən çoxdur. Əgər bütün işlər düzgün şəkildə qurulsaydı, bu hadisə baş verməzdi. Bir də demək istəyirəm ki, indi mənə müxtəlif məlumatlar gəlir və bəzi hallarda bu məlumatlar ziddiyyət təşkil edir. Ona görə burada aydınlıq olmalıdır. Azərbaycan vətəndaşları bilməlilər ki, günahkar kimdir ya da günahkarlar kimdir. Binəqədi rayonunun icra başçısı Xalədin İskəndarovun sözcüsü Ədalət Rəcəbov binanın üzlənmə işlərinin Global Construction şirkəti tərəfindən həyata keçirildiyini bildirir. Şirkətin direktoru Mir Yusif Mahmudov şübhəli şəxs qismində saxlanılır. Mahmudov Global Şirkətlər qrupunun rəhbəridir və bura Global Construction'dan başqa Global Stone, M-Line və Polyplast şirkətləri də aiddir. Bu şirkətlərin açılışında İlham Əliyev şəxsən iştirak edib. Ölkə başçısı həmçinin Mir Yusif Mahmudovu 2014-cü ildə Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafındakı xidmətlərinə görə əməkdar mühəndis adı ilə də təltif edib. Global Construction şirkətinin bina üzlüyündə istifadə etdiyi poliuretan materialı Azərbaycan Respublikası standartlaşdırma, metrologiya və patent idarəsi tərəfindən verilmiş uyğunluq sertifikatı alıb. Bakı şəhərində Global Construction şirkəti 800 binanı beləcə üzləyib. İnsanlara yazıq oldu. Bir neçə acgözün pul qazanması səbəbinə ikinci bina tikili sakinlərinin həyatı alt-üst olur. Yəqin ki, burada təxribat ehtimalından da danışılacaq. Ən maraqlısı odur ki, təxribatçının kim olduğu yenə də diqqətdən kənarda qalacaq. Amma bunu tapmaq üçün bir məktəbli uşağın dağılı kifayət edər. Konkret sual qoyursan və cavab verirsən. Bu və ya başqa binaların üzünə oda davamlı olmayan bu materialların vurulmasına kim göstəriş verib? Nazirlər Kabinetinin yanğınla bağlı verdiyi qərara əsasən ölkə başçısı İlham Əliyevin 2015-ci il 19 may tarixli sərəncamının ikinci hissəsinin icrası ilə əlaqədar hadisə nəticəsində həlak olan 15 sakinin hər birinin ailəsinə 15.000 manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə 20.000 manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilir. Binanın təmiri üçün 3 milyon, sakinlərin kirayə məsələləri üçün isə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin ehtiyat fondundan Bakı şəhər İcra Hakimiyyətinə cəmi 5 milyon manat məbləğində vəsait ayrılır. Evlərinə qayıdan sakinlər isə aidiyyatı qurumların verdikləri vədlərin tam yerinə yetirilməməsindən narazıdır. Televizor, xaladelnik, kondisioner bizə deyir, hamısı yandı bizim. Onları verəcək, amma pul ayırılır, bizə verilir.
Sakinlər bildirir ki, dövlət tərəfindən verilən 20 min manat maddi və mənəvi ziyanı ödəyə bilməz. Bu səbəbdən də onlar prezidentə məktubla müraciət ediblər. Məktubda təmirdən razılıq etsələr də onlara verilən vədin tam yerinə yetirilmədiyini bildiriblər. İqtisadçı ekspert Zöhrəb İsmail deyir ki, dövlət vətəndaşların həm maddi, həm də mənəvi ziyanını 20 minlə deyil, binadakı evlərin otaqlarının sayına və sahiblərinin ailə tərkibinə görə müəyyən edərək kompensasiya verməli idi. Əslində bu insanlara çox yüksək mənəvi kompensasiya ödənməlidir. Çünki bu insanlar məhz dövlət qurumlarının səhv qərarları nəticəsində onlar ev eşiklərini itiriblər. Bu məsələ ilə bağlı qərar veriləndə qeyd olundu ki, bütün bu mənzillər təmin olunacaq, təmir olunacaq və bu hamısı yəni yüksək səviyyədə və keyfiyyətli həyata keçirilməli idi. Ona görə də hansısa əgər vətəndaşlar müəyyən edirlər ki, onlara təqdim olunan avadanlıqlar kifayət deyil və yaxud da ki, keyfiyyətsizdir, onlar bunu tələb eləməlidir. Həmçinin onlar bununla bağlı məhkəmə deməli, instansiyalarına da müraciət edə bilərlər. Qanunla belə hallarda vətəndaşlara vurulan maddi və mənəvi ziyanın ödənilməsinə gəlincə, hüquqşünas Farid Bağırov deyir ki, 20 min bu halda çox az məbləğdir. Onun sözlərinə görə vətəndaş ona vurulan mənəvi ziyanla bağlı da təzminatı tələb etməlidir. Bu 20 min məbləğinin təyinatı müəyyən olunmalıdır ki, hansı məqsədlər üçün bu 20 min verilir. Yeri gəlmişəm, qeyd edim ki, həmin vətəndaşlar onlara ziyan vurmuş şəxslərdən mənəvi ziyanı tələb edə bilərlər. Bu ölçülməyən bir vahiddir. Yəni, konkret mənzil itirmisənsə, mənzilin pulunu tələb edə bilərsən, mənzildə olan hansı əşyaların yanıbsa, əşyaların pulunu tələb edə bilərsən və sağlamlığa zərər dəyibsə, sağlamlığa dəymiş zərərin, sağlamlığa dəymiş zərər nəyə başa düşülür? Sağlamlığın bərpası üçün çəkilmiş və çəkilməli olan xərc. Onları tələb edə bilərsən. Həyatı itiribsə, əgər bu ailə başçısı idisə və pul gətirirdisə, bu itirilmiş pulu tələb edə bilərsən. Amma bu üstəgəl bütün bu zərərlə görə çəkdiyin mənəvi bir istirablar var. Məsələn, bir nəfərin qohumu ölübsə, bir nəfərin uşağı ağır xəsarət alıbsa, valideynlərin çəkdiyi bir ağır mənəvi bir istirablar var. Buna görə də mənəvi ziyan tələb etməyə haqqın var. O dövlət tərəfindən 20 min verilən 20 min məbləğ, ümumiyyətlə mən düşünürəm ki, Bakıya 20 minlə mənzil belə yoxdur. Heç mənzilin pulu eləmir. Bizə demişlər, o da verəcək, qaşıqda tutmuş, pasteldə tutmuş verəcəklər, onları verməyiblər. Hazırda isə bina sakinləri hələ evlərinə çatışmayan əşyaları necə aldıqlarını fikirləşir. Onlar deyir ki, dövlətin bütün vədləri yalnız göstəriş üçün olub. Televiziyalar üçün çəkiliş gələndə evlər bütün mebellərlə təmin edilərək çəkilib efirə verilib, sonra isə yığışdırılıb. Heç olmasa bir dənə televizor ver, 2 soyuducu verəm, heç olmasa birini ver, ya kondisionerin, heç olmasa birini ver, məndə 2 dənə idi.